Ağdaş rayonunda müasir tipli istixana kompleksləri qurulsa da sahibkarlar istilik enerjisi almaq üçün alternativ yollardan istifadə edirlər. Bunun üçün onlar yonqar və mazutdan yararlanırlar. Lakin fermerlər bildirirlər ki, bu iş xeyli xərc tələb edir. Harasa bir şot çiləşdirməklə bir yerdən məsələn 20-25 min manata yaxın belə gəlib xərc çıxır. Şot bugünkü günü 3600-4000 manatdır. Ona da mənim gücüm çatmır almağa bugünkü günü. Ona dövlət tərəfindən köməklik istəyir ki, bizə köməklik olsun ki, məsələn bunu eləyək, vaxtında əkək ki, məsələn, vaxtında məhsul çıxarda bilək ki, vaxtında xarici bazara bunu sata bilək. Sahibkarlar təbii qaz olmadığına görə təsərrüfat işlərinə yanvarda yox, məhz fevral ayından sonra başladıqlarını bildirirlər. Qazlaşdırma olsa, məsələn, bunu biz əkədik bir ay bundan qabaq, ay yarım bundan qabaq əkədik, yaxşı effekt verərdi. Amma bugünkü günü əkmişik ki, gecdir, yerə vura bilmirik istiliyə görə. Əraziyə nəzarət edən müvafiq qaz istismar sahəsindən bildirilib ki, hazırda sahibkarlar dövlət rüsumu ödəmədən texniki şərt üçün icazə ala bilərlər. Elnar İbrahimova, Aqil Məhərrəmov, Şaban Cəfərov, Ağdaş.